Xəbər Media Azın hörmətli izləyiciləri salam. İran İslam Respublikasının prezidenti Məsud Pezeshkian ölkədə hər gün genişlənən küçə etirazları nəticəsində yaranmış böhranlı vəziyyətlə bağlı son çıxışında etirazçıları Amerika və İsrailin təhriki ilə ölkəni iflic edən təlim keçmiş ixtişaşçı və terrorçu qruplar adlandırıb. O dəqiq olaraq belə deyir. با مسلسل اومدن کشتن، یه دی رو آتش زدن، یه دی رو سر بریدن، یه دی رو تو آتش سوزوندن. Pulemyotla gəlib qətlə yetirdilər. Bir qrupu yandırdılar, bir qrupun başını kəsdilər, bir qrupu odladılar. İnsan bu xəbərləri eşidəndə anlayır ki, bunlar xalq deyil. Onlar bu ölkədən deyillər. Əgər bu ölkə əhli biri etiraz edərsə, biz onun etirazını eşidib, dinləyib və həll etməliyik. Meydanlarda günahsız insanları öldürürlər, yandırırlar. Bu qəbul edilə biləcək bir şey deyil. Xalqımızdan istəyimiz budur ki, əvvəllər olduğu kimi hər məhəllədə toplansınlar və ixtişaş törədilməsinə icazə verməsinlər. Xalq meydanda olmalıdır. İnsanların narahatlıqları var. Biz onlarla oturub danışarıq. Bu bizim vəzifəmizdir ki, onların narahatlıqlarını həll edək. Ancaq daha üstün vəzifə odur ki, bir qrup ixtişaşçının gəlib bütün cəmiyyəti bir-birinə vurmasına yol verməyək. Zehinlərində haqlı və ya haqsız formalaşmış təhlillər əsasında bu işə qoşulan əziz gənclərimizdən xahiş edirik ki, bu terrorçu ixtişaşçıların fitnəsinə uymasınlar. Baş verən hadisələr nəticəsində təəssüf ki, bəzi ailələr üçün kədərli hadisələr yaşanıb. Mən o əzizlərin hamısına baş sağlığı verirəm. Biz çalışırıq ki, ən az narahatlıqla bu yoldan, yəni problemdən keçək. Ailələrə deyirəm, imkan verməyin ki, gəncləriniz daşıdıqları qayğılara görə təlim keçmiş bir qrup terrorçu və ya ixtişaşçıya qarşısınlar. Məyər bir gecənin içində bankı, yanğın söndürən maşını, ictimai nəqliyyatı, məscidi, bazarı və insanların evini yandırmaq olar? Bu necə bir etirazdır? Bu hansısa sözü çatdırma formasıdır. İnsanların qəlbində nifrət yaratdılar. Özü də kimlərin vasitəsilə? ABŞ və İsrail orada oturub bunlara dərs verir. Yəni tövsiyə edir ki, siz gedin, biz də varıq. Bu ölkəni vuranlar, gənclərimizi və uşaqlarımızı öldürənlər indi bunlara göstəriş verirlər ki, siz bu işi görün, biz sizin arxanızdayıq. Ailələrdən xahiş edirəm, qoymasınlar gəncləri gəlib baş kəsən və adam öldürən ixtişaşçı və terrorçulara qarışsınlar. Etiraz etsinlər. Biz onların etirazlarını dinləməli, narahatlıqlarını aradan qaldırmalıyıq. Birlikdə əyləşək, danışaq, əl-ələ verib həll edək. Qeyd etmək lazımdır ki, yayılan görüntülərə əsasən xalq arasında iktirəlik və ixtilaf yaratmaq, həmçinin hadisələri etirazçıların boynuna yıxmaq üçün şəhər məhəllələrindəki dar küçələrdə park edilmiş avtomobillərdə daxil olmaqla əksər ictimai əmlakı ixtişaş əleyhinə olan repressiv qüvvələr məhv edir. Cənab Pezeshkian bilməlidir ki, artıq xalqla hakimiyyət arasında məntiqli danışıqlar mərhələsi geridə qalıb. Bu rejim əgər məntiqli olsaydı, 47 il ərzində fürsəti var idi və regionun ən böyük, həmçinin ikinci ən zəngin ölkəsini bədbəxtliyə sürükləməzdi. Əvvəlki dəfələrdən fərqli olaraq görünən odur ki, Molla rejimi son nəfəslərini çəkir və məhvə məhkumdur. Qeyri-rəsmi statistikalar və Kəhrizək Məhkəməsinin Tibbi Ekspertiziya Mərkəzindən yayılan videolar göstərir ki, son 2 həftə ərzində Tehran rejiminə qarşı çıxan 3000-ə yaxın etirazçı anti-ixtişaş qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu, yəni Sipahın tərəfindən birbaşa döyüş güllələri ilə qətlə yetirilib.
Gələn xəbərlərə qədər sağlıqla qalın.